Vasif İsmail 183 cm boyunda, qara buğdayı, vitiligosu olan həkimdir. Vəssalam. Həkimlik sizin üçün sadəcə bir ixtisasdırmı, yoxsa həyat tərzi? İxtisas peşə, həkimlik peşədir. Yəni pinəçilik peşədir, nə bilim, müəyyən bir ustalıq peşədir, bənnalıq peşədir. Həkimlik də peşədir yəni. Yox, mən həkiməm yəni. Həkimlik mənim sifətim. Yəni sifət nədir? Məsələn, qırmızı alma, burada qırmızı sifətdir. Vasif İsmail 183 cm boyunda, qara buğdayı, vitiligosu olan həkimdir. Vəssalam. Belə bir məşhur sözlər var. Kasıb mərd olar, qoca arif olar, alim təvazökar olar, əskər igid olar. Maraqlıdır, bəs həkimlər necə olar? Ortaq bir formula var. Əgər bunu ümumiləşdirmə kimi dedinizsə, bütün ümumiləşdirmələr yanlışdır və mən də həkim haqqında bir ümumiləşdirmə aparmayacağım. Amma əgər bu dedikləriniz təvəqqe və ya arzudursa, həkim vicdanlı olar.